Bugündən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun start verilir. Məktəbə qədər və ümumi təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə qəbul prosesi www.məktəbəqabul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinifə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 6-sından iyunun 5-nədək prioritetli mərhələdə aparılacaq. Tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə seçim iyunun 17-sindən iyulun 17-sinədək keçiriləcək. Bu müddətdən sonra həmin məktəblərə artıq prioritet statusu olmadan seçim etmək mümkün olacaq. Qəbul prosesi sentyabrın 12-sindən davam edəcək. Digər dillərdə tədris aparılan bölmələr üzrə müsahibəyə qeydiyyat mayın 6-sından 20-sinədək, müsahibə mərhələsi isə mayın 12-sindən 31-nədək davam edəcək. Həmin bölmələr üzrə məktəb və müəllim seçimi isə iyunun 17-sindən sentyabrın 12-sinədək həyata keçiriləcək. Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbə hazırlıq qrupundan avtomatik olaraq birinci sinifə keçirilib.